Salam, hər vaxtınız xeyir. Demək, 2007-ci ilə aid olan 4-cü qrupun model testlərinin izahlarına baxırıq. Birinci sualda birləşmə verilib xn, ym. Yəqin görürük, xn, ym. Birləşmədə m-in n-ə nisbəti 2,5-dir. Yəni, m-i n-ə böləndə 2,5 alınmalıdır. M-i n-ə böləndə 2,5, 1, bax, burada alınır. Onu 4-ə böləndə 2,5 eləyir. Bir də D variantında 5-i 2-yə böləndə 2,5 eləyir. Amma şərtdə davam olaraq göstəriblər ki, n-x-in 1 moldaşı sayı 2n-adır. Yəni, x-in sayı 2 mol olmalıdır. X-in sayı 2 mol olan D variantında var. Yəni, cavab D variantı eləyəcək. x2, y5, 5-i 2-yə böləndə 2,5 eləyir. Üstəgəl x-in də sayı 2n-adır, yəni 2 moldur. Sadə sual idi, bunu rahat özünüz də həll edə bilərdiniz. İkinci misala baxırıq. Deməli, həll olmanın temperaturdan asılılığı verilib. X, Y, Z əyriləri ilə göstərilib. Hansı ifadələr doğrudur? Eyni şəraitdə Y-in həll olunması daha çoxdur. Eyni şərait deyirsə, məsələn, tutaq ki, T1 temperaturunu götürsək, baxın, T1 temperaturunda həll olunması ən yuxarıda olan, ən çox olan X-dir. Onda belə çıxır ki, eyni şəraitdə Y-in həll olunması daha çoxdur, ifadəsi yanlışdır. Çünki T1 temperaturunu eyni şərait kimi hamısı üçün qəbul eləsək, ən yuxarıda qalan X-dir. Demək, X ən çoxuymuş. Bir səhvdir. Temperatur azaldıqca X-in həll olunması Y və Z-inkindən çox olur. Bu doğrudur. Çünki T1 burada ən aşağı temperaturdur. Biz də temperaturu geri qaytarıb, yəni azaldırıqsa, yenə azaldırıqsa, X ən yuxarıda qalır. Deməli, temperaturu azaltdıqca X-in həll olunması daha çox olacaq. Bu da doğru cavab. Daha doğrusu, bu doğru cavabdır. Bir səhv idi. Z-in eyni şəraitdə həll olunması daha azdır. Bu da doğrudur. Çünki Z-in əyrisini belə uzatsaq bu formada, gəlib o ən aşağı həll olmaya düşür. Fikir verirsə, T1-də Z ən aşağıdadır, sonra Y-dir, sonra da X-dir. Demək, doğru cavab 3-də olacaqsa, eləyəcək 2-3A variantı. Üçüncü misalda 4 müxtəlif məhlul verilib, hamısı da qlükoza məhlullarıdır. Deyir, hansı məhlullarda qlükozanın kütləsi bərabərdir? Deməli, bunları hesablamaq lazımdır. Birinci məhlul 100 qram 10%li qlükozadır. 100 qramın 10%-ni tapsaq, 100-ün 10%-i ilə 10 qram eləyəcək. Demək, birinci qabımızda 10 qram qlükoza var. Bir də dördüncü qabı gəlin tapaq, çünki o da faizlə verilib. 100 qram 25%-dir. 100-ün də 25%-ni tapsaq, 100-ün 25%-i 25 qram eləyəcək. Bunlar bir-birinə bərabər olmadılar. İkinci qaba qaydaq. İkinci qabda 100 milli 0,1 M qlükoza verilib. 100 milli, yəni V 0,1 litr deməkdir. S-ni də 1 veriblər. Burada nü tapsam, nü bərabər S vurulsun V-dirsə, S 1-i vuracam 0,1, bu da olacaq elə 0,1 mol. Qlükozanın da molyar kütləsi burada verilib 180. Demək, kütləsini də tapmaq istəyirəmsə, 0,1-i də 180-ə vursam, eləyəcək 18 qram. 18 qram, hələ ki, heç bir uyğun gəlmir, 10 qram, 25 qram, bu da 18 qram. Üçüncü qaba baxsaq, 1 litr, yəni V, 1 litrələ 1 qalsın yerində, molyar qatılıqda S bərabərdir, 1M verilib. O da nü də bərabər S vurulsun V-dir. Sələ 1-i 1-ə vuranda 1 mol eləyəcək. Kütləsini də tapmaq istəyirəmsə, 1-i vuracam həmin o M-eri 180-ə, bu da eləcək elə 180. Fikir verirsiniz, heç bir yerdə bərabər kütlə alınmadı. Deməli, məsələnin sxemində mexaniki səhv baş verib. O səhv nə ola bilər? Məsələn, 100 milli 1M, 2 ilə 4, 2-3 cavabı varsa, 2-3 cavabında belə bir iş görmək olar. 1 litr 1M yox, bura 0,1M yazsaq. Bir dəqiqə, yaxşı düzəldim onu, qara rəngdən yazım. Cavabı bilmirəm, heç D-dir, yoxsa hansıdır, amma yenə uyğun gələ bilən variant, baxın, 1 litr 1M yox, 0,1M yazsam bura. Onda bu 0,1 olsa, 0,1-i də 1-ə varanda yenə 0,1 eləyər. 0,1-i də 180-ə vursam eləyər 18 qram.
və ikinci, üçüncü qablar bir-birinə bərabər olar. Çünki yerdə qalan qabları mümkün deyil. 10%-nə 25%-ə bərabərləşdirə bilmirik. Ya da ola bilsin faizlərin birini tutaq ki, birinci qabı 100 qram 18%-də eləmiş olsaydı 18 qram maddə yaranardı. Həmin 18 qramda tutaq ki, 2 ilə eyni olardı. Mən 3-ü dəyişdim. Amma məsələ nədir? Məsələ ikin gedişatının doğru olmasıdır. İkin gedişatı doğru oldu. Hər bir qabda qlükozanın kütləsini tapdıq. Qablardakı qlükozaların kütlələrini bərabər olan halını axtardıq. Amma tapa bilmədik deyə məcburən məsələnin şərtində düzəliş elədik. Bu mənim mexaniki səhvimdir. Yəni şərti hazırlayanda orada nəyisə düzgün yazmamışam faizlərdən və ya da moidlər qatılıqlarım ki, cavab heç birində uyğun bir şey alınmadı. Amma dediyimiz kimi birini dəyişdirməklə işi həll edə bildi. Məsələ işin gedişatındaydı. Gedişatımız da doğru idi. Növbəti misalımız dördüncü misaldır. Baxaq dördüncü misala. Nömrə 4. Seyin H2 plus 1, biraz böyüdək bunu, plus 1 COO natrium verilib. Seyin H2 plus 1 COO natrium kütləsi 16,4 qramdır. Natriumun kütləsi 4,6 qramdır. Əgər xatırlayırsanızsa, bu sual iyunun 1-də birinci qrupların qəbuluna düşmüşdü. Burada natriumların sayı 1 moldur. Baxın, formulun içərisində natrium 1 moldur. Mən də qısa olaraq bax, belə göstərdim. 16,4 qram maddənin kütləsi verilib. Emerin yazaram burada 14N plus, Seyin H2'nin 14N'dir. COO 44 eləyir. Bir də burada var 45. Natrium 23-dirsə hamısı olur 68. 4,6 qram natrium varsa bu da olacaq 23. Tənasüb yarandı. Vergülləri hər ikisindən yuxarıdan atsaq, 46-23-dən geçsə yuxarıda 2 qalacaq. 164-ü 2-yə böləndə 82 qalar, yəqin ki. 14N üstə gəlinsin 68 bərabər 82 eləsə, 14N bərabər 14, N də olacaq 1. Bizə deyir ki, maddə molekulunda karbonların sayını tapın, yəni X ilə göstəriblər. Cavab tapan kimi tələsməyin variant seçməyə. N-i gətirib bax, burada yerinə yazsaq, C bir dənə burada yaranacaq. Bir karbonda bax, əvvəldən burada var idi. Deməli, cəmi karbon nə qədər olacaq? 2 karbon da olacaq. Y variantı. Nömrə 5. 5-ci suala baxaq. Fruktozanın açıq zəncirli molekulunda. Fruktozanın kimya formulu C6H12O6 idi. Glukozanın izomeri idi. Özü də keton spirti idi. 6 karbon çəkirdik. 6 karbon. Bunları bir-birinə birləşdirdik. Bu qrup keton qrupu idi. Yerdə qalan 5 dənə də OH qrupu var idi. 1, 2, 3, 4, 5. Hidrogenləri də yanına yazsaq. Bu da oldu H2. Bizə deyir ki, glukozanın açıq zəncirli molekulunda asimetrik karbon atomlarının sayı. Birinci, bax, bu karbon asimetrik ola bilməz, çünki 2 hidrogen var yanında. Bu karbonda asimetrik ola bilməz, 2 hidrogeni var. Biz demişdik, asimetrik ətrafında 4 dənə müxtəlif hissəci olana deyilir. Bu karbonda asimetrik olanında, çünki bunun 3 dənə tərəf var. 3 tərəf var ətrafında, 4 tərəf heç yoxdur. Qalan karbonların yanındakı H-ları silirəm və hidrogenləri yuxarıda yazsam, baxın, daha yaxşı görsənsin. Belə göstərəndə asimetriklərin sayını saymaq daha yaxşı olur. Məsələn, bax, bu karbon asimetrikdir. Niyə? Bunun hər tərəfi müxtəlifdir. Sağı, solu, yuxarısı və aşağısı. Eynən bu karbon da asimetrikdir. Hər tərəfi müxtəlifdir. Gördüyümüz, bax, bu karbon da asimetrik karbondur. Yəni, fruktozanın açıq zəncirində asimetrik karbonlar 3 ədəddir. Onda 3 bölünsün, ümumi karbonlar 6-dır, vurulsun 100. Bu da eləyəcək 50%, yəni C variantı. Altıncı misala baxacaq. Nömrə 6. R1CH2OH verilib.
R1 CH2OH spirt formuludur. Birinci formulumuz. İkinci formul R2 O R yox, R yox. CH3. Bu R2OCH3 sadə efirin formuludur. Üçüncü formula yerimi çatmadı. Bunu da aşağıdan yazıram. Deməli R3 COOH bu da turşuların ümumi formuludur. Birinci və ikinci maddələrin hər birinin, daha doğrusu birinci və ikinci maddələr bir-birinin, biraz balaca oxumaq olmadı, bir-birinin izomeridir. Deməli 1 ilə 2 bir-birinin izomerdir. İzomer o deməkdir ki, karbonların sayı bərabər olmalıdır. Karbondan sayı bərabər olmalıdırsa, yəni karbonlara baxaq. Məsələn, burada 2 karbon, 1 karbon görürük. Burada 1 karbon görürük. Onda belə çıxır ki, R1 ilə R2-nin tərkibindəki karbonların sayı bir-birinə bərabər olmalıdır. Çünki bunlar R1 ilə R2 bu maddələr izomerdirlərsə, eyni sayda karbon saxlamalıdırlar tərkiblərində. Demək, hərəsinin 1 karbonu buradan görürük. Yerdə qalan radikalların da R1, R2-nin içərisində karbonların sayı eyni olmalıdırsa, R1 və R2-nin karbonları eyni olan A variantı deyil. Çünki biri metil, biri etildir. B də deyil, C də deyil. D ilə Y variantı ola bilər. Çünki hər ikisi etil, hər ikisi metildir. Sonra deyir, 1 və 3 maddələri bir-birlə reaksiyaya girdikdə aşağıdakı birləşmə nə əmələ gətirir? 1 və 3 maddələr. Yəni, həmin reaksiyanı yazım. R1 CH2OH üstünə gələk R3 COOH əmələ gəldi həmin o şərtdə yazılan formul. Bu turşu OH-ını verəcək. Spirt də H-ını verəndən sonra mürəkkəb efir yaranacaq. Mürəkkəb efirdə turşu tərəfi birinci yazıram. R3 C 2 qat rabitə O qalsın. Xətt rabitəsini yazdım. Bax, bu hissəni göstərdim. Sonra bu hissəyə oksigen birləşəcək. Sonra CH2 birləşəcək. Sonra da R1 birləşəcək. Belə bir formula yaranacaq. İndi bizim həmin o efirin aşağı hissəsində C2H5 var. Yəqin görürsünüz. Bu hissə C2H5 olmalıdır. C2H5 olması üçün belə çıxır ki, R1 CH3 olmalıdır. Yəni biz R1-in yerinə CH3 yazsaq, bu olar C2H5. Deməli, R1 CH3 yermiş. Onda belə çıxır cavabımız olacaq Y variantı. Çünki R1-ə uyğun gələn CH bax burada var. Həm də istəsəniz, demək, yuxarı tərəfə də baxa bilərik. Burada C2H5 var. Baxın, turşunun radikal hissəsində, yəni R3-ün yerində. R3-ün yerində CH5 varsa, bu da R3-ün də bax yerində burada CH5 görünür. Bu da doğruymuş. Metillər də onsuz demişdi əvvəldən R1 və R2-də eyni olmalıdır ki, izomer olsunlar. Demək, o qədər cavab Y variantı alınacaq. Nömrə 7. X, Y, Z maddələri verilir. 1 molun tam yanması zamanı ayrılan suyun miqdarı N verilib hamısında. Suyun miqdarı N verilmiş o deməkdir ki, bu maddələrin molekullarında hidrogenlərin sayı bərabər olmalıdır ki, eyni sayda su əmələ gətirsinlər. Məsələn, A-da yazılır divinil. Divinilin formulu C4H6-dır. Məsələn, butan var orada. İndi variantları yazmıram. Ümumiyyətlə, maddələrin formunu yazıram. C4H6 yazdım, məsələn, divinil. Butan C4H10-dur. Propan C3H8-dir. İzopiren var. O da C5H8-dir. Buten C4H8-dir. Fikir verin, baxın. 8-lər bax, burada təmələ gəldi. Hidrogenlərin sayı eyni oldu. Onda belə çıxır ki, izopiren, buten, propan cavabı B variantı ola bilər. İzopirenin də 8 hidrogeni var, butenin də 8 hidrogeni var, propanın da 8 hidrogeni var. Hidrogenlərin sayı bərabərdirsə, ayrılan suyun molu da bərabər olacaq. 8-ci misala baxırıq. Nömrə 8. Karbihidrogen alkan verilib. Alkanların formulu CnH2n+2-dir. Molekulunda hidrogen atomlarının sayı, yəni bu hissəni göstəriblər 2n ilə. Görün.
Artıq belə olanda, onların şərtdəki verilən hidrogenlə bizim formuldakı hidrogenlər eyni olmadığına görə biz E-nin yerinə x qoyuruq. Yazırıq 2x plus 2 bərabər 2-in, şərtdəki 2-ni bərabərləşdiririk və buradan x-i tapırıq. 2x bərabərdir 2n çıxılsın 2. Hər tərəf 2-yə böləndə x bərabər n çıx 1 olacaq. Yəni, karbonların sayı n çıx 1 olmalıdır. Molekuldakı bütün atomların sayını soruşursa, bütün atomların sayı alkanlarda 3n üstəgəl 2-dir. Ancaq biz n-in yerinə yazmalıyıq. N minus 1 yazmalıyıq. Olacaq 3n minus 1 üstəgəlinsin 2. Bu da olacaq 3n minus 1. 3n minus 1 harada var? A variantında. 9-cu misala baxırıq. Nömrə 9. Karbhidrogen verilib arin. Arin yəni aromatik karbhidrogen. Bizə benzolun homologu deyirsə, onda formol CnH2-6 olmalıdır. 1 molun yanmasından əmələ gələn suyun mol miqdarı N-4-dür. Əslində aromatik karbhidrogenlərin, yəni benzolun homoloqlarının yanmasından əmələ gələn su N-3 idi. Biz amma deyir N-4-dür. Yenə eyni qayda ilə bu E-nin yerinə x qoyuruq. Çünki bizim bildiyimizdən şərtdə verilən uyğun gəlmədi. Yəni bizi bu bilmədiyimiz bir aromatik karbhidrogen imiş. X qoyduq yerinə yazıram. X çıxılsın 3 bərabərdir. N çıxılsın 4-ə. Onda x da buradan bərabər olacaq. N çıxılsın 1. Yenə karbonların sayını N-1 tapdıq. Yuxarıdakı misal kimi. Gətirib baxıb burada yerinə qoymalıyıq. N-in yerinə N-1. Molekulunda hibrid orbitallarının sayı. Benzolun homoloqlarında hibrid orbitallar 4n-6-ya bərabər idi. 4n-6-ya bərabərdirsə, onda n-in yerinə 4, n-1 yazanda, n-in yerinə minus 6, bu da olacaq 4n minus 10. Yəni, C variantı yaranacaq. Nömrə 10. Üzvü maddə aşağıdakı xassələrə malikdir. Birinci xassə deyir ki, mis-2 hidroksidlə reaksiyaya girir. Mis-2 hidroksidlə reaksiya daxil olan maddə deyirsə, variantlara da baxsaq, variantlarda keton da var, spirtlər də var. Mis-2 hidroksidlə reaksiya daxil olan maddə çox atomlu spirtlər idi. Ona görə Y variantı olmayacaq. Y çünki çox atomlu spirt deyil. Yerdə qalan hamısı çox atomlu spirtdir. Hələ üstə gəl, burada turşu qrupu da var. Bu da fərqi yoxdur. Çox atomlu spirt qrupu varsa, bu da reaksiya girəcək. Hətta turşu tərəfi də reaksiya girər. Deməli, hələ ki, yeni çıxmış variantlardan. 1 molu natriumla tamamilə reaksiya girəndə 1 mol H2 ayrılır. 1 mol H2, yəni 2 hidrogen atomu deməkdir. 2 hidrogen atomu deməkdirsə, bu çox atomlu spirtin içərisində 2 OH olmalıdır. Onda C də olmayacaq. Çünki C 3 atomlu spirtdir. Plus B də olmayacaq. Çünki burada 1, 2, 3 dənə OH var deyə 3 OH olan yerdən 1,5 mol H2 ayrılar. Qaldı A-la D variantı. Hər ikisi 2 atomlu spirtdir. Baxın, 2 OH var hər ikisində. Optiki aktivdir. İndi optiki aktivdir deyirsə, bunların içərisində hansında asimetrik karbon var, onu axtarmalıyıq. Məsələn, D variantındakı bu CH2 asimetrik karbon ola bilməz, çünki 2 hidrogeni var karbonun yanında. Elə bu CH2 də ola bilməz asimetrik, heç bu CH2 də ola bilməz asimetrik. Ona görə D də çıxacaqsa, qalacaq onda A variantı. Gəlin A variantının asimetrik karbonunu göstərək. Dəqiqə. Deməli, baxın bu CH-a. Bu CH-ın yuxarısında CH2OH var. Sağında OH var. Aşağısında metil var, yanında da hidrogen var. Yəni, hər tərəfi müxtəlif olduğuna görə asimetrik karbondur və şərtimizi A variantı ödəyir. 11-ci misala baxaq. Nömrə 11. Doymuş spirt verilib. Spirtin neçə atomlu olduğunu bilmirik. Spirtin molu 0,1 moldur. Natriumla reaksiyasına ayrılan hidrogen də 0,1 moldur. Onda 1 moldan onda 1 molu deməkdir ki, elə 1 mol spirtdən 1 mol hidrogen ayrılır. 1 mol spirtdən 1 mol hidrogen ayrılan spirtlər 2 atomlu spirtlər idi. CnH2 OH2 2 atomlu spirtdir.
natriumla reaksiya daxil olanda, yəni biraz səliqə ilə yazaq soldan, yer çatsın hamısına. Deməli, 2 atomlu spiritin formulu CnH2NOH2 2 mol natriumla reaksiya daxil olur. Çünki OH2-dən idi. Alınır buradan CnH2NO natrium 2 və üstəgəl 1 mol H2. Deməli, 0,1 moldan 0,1 mol hidrogen ayrılması elə 1 moldan 1 mol hidrogen ayrılmaq deməkdirsə, bu 2 atomlu spirit imiş. Reaksiyanı yazdıq. Spirit bizə verilib, artıq bunları silək. Spiritin molu bizə verilmişdi başlanğıcdan 0,1 mol. Əmələ gətirən alkoqoliyyatın kütləsi də 12 qramdır. Demək, alkoqoliyyatın üzərinə yazıram 12 qram. Spiritin molyar kütləsi, daha doğrusu molla verilib. Aşağıda ilə əmsalını yazıram 1 mol. Amma alkoqoliyyatın kütləsini yazmaq üçün CnH2n14n-dir. Oksigen 16, natriumda 23, 39, 2-yə də vuranda eləcə 78. Tənasüb yarandı. Vergülləri hər ikisini atanda bura bir vur 10 yazmalıyıq. Birlər gedir burada. Qalır 14n üstə gəlinsin. 78 bərabərdir 120-yə. 14n bərabər 42, n də olacaq 3. Deməli, 3 karbon olan 2 atomlu spirit axtarmalıyıqsa, cavab olacaq onda B variantı. 12-ci misala baxırıq. Nömrə 12. X, Y, Z, T maddələri verilib, sıxlıqları da verilib, qaynama temperaturları da verilib. Qaynama temperaturu Y sabit verilməyib. Qaynama temperaturu sabit olmayan maddə qarışıq sayılır. İndi hansı ifadə doğrudur? Cədvəldən görsənir ki, Y qarışıqdır. Y qarışıqdırsa, sıxlığı da 1,1-dirsə, deməli, bu nəyin qarışıq olacaq? Sıxlığı 1,1-dən böyük və 1,1-dən kiçik olan maddələrin qarışıq olacaq. 1,1-dən böyük 1,4 var. 1,1-dən kiçik də 1,0 var. Deməli, Y maddəsi X və Z-in qarışığıymış. Y maddəsi X və Z-in qarışığıdır. Y mayesi demək cavab olacaq Y variantı. Deməli, biz haradan yola çıxdıq bunu həll etmək üçün? Dedik ki, bir də deyim. Y-in qaynama temperaturu sabit deyil. Artıq burada məlum olur ki, Y qarışıqdır. Çünki qaynama temperaturu sabit olan saf maddələrdir. Y-in sıxlığı 1,1 olduğuna görə, 2 mayeni qarışdıranda sıxlığı 1,1 alınıbsa, belə çıxır ki, bunlardan biri 1,1-dən böyük imiş, biri 1,1-dən kiçik imiş. O da, bax, bu variant uyğun gəlir. Yəni, X-dan Z-in qarışığından Y əmələ gəlmişmiş. Bu da oldu Y variantı. Nömrə 13. Qapalı qabda 0,6 mol CO və 0,4 mol oksigen arasında reaksiya aparılır. Deməli, CO və oksigen arasında reaksiya aparılır. Əmələ gəlir buradan CO2. Reaksiya da burada verilib. 2 mol CO və 2 mol CO2 əmsalları da var. Tarazlıq halında belə söhbət başlayırsa, demək, tarazlıq halında deyilirsə, onda belə çıxır ki, bu maddələrin başlanğıc qatılığı, burada molla verilib, başlanğıc mol yazıram mən, heç nə olmaz. Sonra sərf olan molunu yazaq, tutaq ki, sərf olan, bir də tarazlıqda qalan molunu yazdım. Başlanğıc CO 0,6 imiş, oksigen də 0,2 imiş. Üzr istəyirəm, 0,4 imiş. Tarazlıq halında başlanğıc maddələrin molekullarının sayı. Tarazlıq halına qədər CO sərf olacaq. Nə qədər sərf olacaq? 2 mol. Oksigen sərf olacaq 1 mol. CO2 də əmələ gələcək 2 mol. Biz həmişə danışırıq ki, bunları 2x, 1x, 2x-dən ifadə edək. Çünki 2, 1, 2 ən kiçik tam nisbətlərdəki rəqəmlər idi. Tarazlıq halında başlanğıc maddələrin molekullarının sayı. Tarazlıq halına qədər demək, CO-dan 2x sərf olursa, nə qədər CO qalır tarazlıqda? 0,6 var idi, 2x-in çıxdım. Bu oldu CO-nun tarazlığı. Bəs oksigen tarazlığı nə qədər olacaq? Oksigen 0,4 idi başlanğıcda. 0,4-dən çıxacam x-ə, yəni 1 mol reaksiya gedib. Bu oldu oksigen tarazlığı qatılığı. CO2-nin tarazlığı qatılığı ilə nə qədər əmələ gəlibsə odur, yəni 2x-dir.
Bu danışdıqlarımız maddələrin mol miqdarları, yaddan çıxartmayın. Demək deyir ki, tarazlıq halında başlanğıc maddələrin molekullarının sayı, tarazlıq halında başlanğıc maddələr 0,6 çıx 2x, üstə gəlinsin 0,4 çıx x. Bunların cəmi məhsulun, yəni CO2-nin molekulların sayını bərabər olub, yəni 2x-ə bərabər olub. Qaldı buradan birinci x-i tapmaq. Demək, 0,6-dan 0,4 1 eləyəcək. 2x-dan 1x oldu mənfi 3x. 2x keçsə bu tərəfə, sol tərəfə olacaq mənfi 5x. Bərabərdir mənfi 1. X eləyəcək 0,2. X-in 0,2 olduğunu tapdıqsa, bunların artıq qalan şeyləri buradan silim. Bunlar bizə lazım deyil, işlərimizi çətinliyə salmasın. Bax, bunları sildim. X-in 0,2 olduğunu tapdımsa, CO-nun tarazlı qatılığını da bax, bu hissəni silirəm, bax, buranı da silirəm. Tarazlı qatılığını yuxarıda qeyd edirəm yenidən. X-i gətirib bax, burada yerinə qoyacam. CO-nun tarazlığını tapacam. Burada da yerinə qoyacam. Oksigen tarazlığını tapacam. Burada yerinə qoyacam. CO2-nin tarazlığını tapacam. Elə birinci CO2-dən başlayaq. CO2-nin tarazlı qatılığı nə qədər eləyər? 2-ni vuracam 0,2 olacaq 0,4. Oksigen tarazlıq, gəlin bunlar başqa renkdə yazım, fərqlənsinlər. Deməli, CO2-nin tarazlıq qatığı oldu, 2x vurdum 0,2 oldu 0,4. Oksigenin tarazlığı 0,4-dən çıxacaq 0,2 qaldı 0,2. CO-nun tarazlığı da olacaq 0,6-dan bu hissədən 2x-in yerində x yazanda 0,4 eləyəcək, çıxanda qalacaq 0,2. Bunda qalan bunların hamısını silirəm. Bunlar da artıq bizə lazım deyil. Demək, tarazlıqda həqiqətən də baxın, başlanğıc maddələrin cəmi əmələ gələn məhsulla bərabər oldu. Şərtimiz doğrudur. Bura qədər hər şey düzəldə eləmişik. Tarazlıq sabiti 8-ə bərabərdir. Yəni, K bərabər 8-dir. Reaksiya aparılan qabın həcmini tapın. V də bərabər suala. Tarazlıq sabiti K bərabər idi. Belə bir düsturumuz var idi də. Məhsulların tarazlıq qatılıqlarının hasili bölünsün reaksiya girən maddələrin tarazlıq qatılıqları hasilinə. Amma bizdə bu 0,2, 0,4 bunlar hamısı başlanğıcdan bilirdik ki, moldular. Ancaq biz düsturda S yazmalıyıqsa, S də bərabər nü bölünsün V olduğunu bilirik. Onda biz bu gördüyümüz bu qiymətlərin hamısını V-yə bölmüş halda yazmalıyıq. Yəni yazmalıyıq 0,4 bölünsün V-nin kvadratı, 2 var əmsalında. Mən kvadrat yazmadım, bunu 2 dəfə yazıram. 0,4 bölünsün V. Aşağıda 0,2-nin kvadratı bölünsün V-nin kvadratı yazmalıyam CO üçün. Bunu da yazıram 0,2 bölünsün V vurulsun 0,2 bölünsün V. Oksigen üçün də elə olacaq 0,2 bölünsün V. KT-nin də 8 olduğu bizə veriblər əvvəldən. Ona görə biz K-nın da yerinə 8 yazırıq. Sonra bu tənliyi həll edib V-ni tapmalıyıq. V-ni tapmaq üçün nə edək? Deməli, V-nin biri ilə bu V-nin biri gedəcək, bu V-lə də bu V gedəcək. 0,4-dən 0,2 geçsə yuxarıda qalacaq 2. 0,2-dən 0,4 geçsə bu da qalacaq 2. Yuxarıda nə qaldı onda? 2-2-nin 4, aşağıda qaldı 0,2 bölünsün V. V də yuxarı qalxacaq, olacaq 4V bölünsün 0,2, o da 8-ə bərabərdir. Onda belə çıxır ki, 4V bərabərdir, 8-i vuracam 0,2-yə, eləcək 1,6. B də olacaq 0,4, yəni B variantı əmələ gələcək. Nömrə 14. X, Y və Z neytral atomlardır. X, Y, Z neytral atomlardır, yəni sıfırdırlar hamısı. Y atomu X və Z-in hər birinə 1 elektron versə, demək, Y X-ə də 1 elektron verir, Z-ə də 1 elektron verir. Yəni, çıx 1 elektron, burada yazıram, çıxılsın 1 elektron. Y 2 elektron verdisə, onda nə olmalıdır bunun oksidaşma dərəcəsi? Müsbət 2. Z 1 elektron aldı, X də 1 elektron aldısa, onda Z də olacaq -1, X də olacaq -1. Demək, X-in -1, Z-in -1, Y-in müsbət 2 olduğu variantı axtarsaq, olacaq C variantı. Nömrə 15.
Nömrə 15-də belə bir şəkli verilir, belə deyək. 8 hissəyə bölünmüş şəkli verilib. Çevirəni 8 hissəyə veriblər, yoxsa fiqur deyil, nə deyək? Deyir, 8 hissəyə bölünmüş dairənin, olsun, dairənin bölmələrinə ikinci və üçüncü dövr elementləri düşsək, 16-cı element hansı bölməyə düşər? Bu nə deməkdir? 16-cı element x tutaq ki 16 olsun. 16-cı elementi təbəqələrə böləndə edir 2, 8, 6. Bu 6 onun qrupunu göstərir. Burada da 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 dənə qrup var deməkdir. Onda belə çıxır ki, x 16-cı elementdirsə 6-cı qrupa düşürsə, bu da gəlib para düşməlidir. 6-cı yerə düşməlidir. Bu qeyri-adi bir şey deyil, narahat olmayın buna görə. Məsələn, deyər ki, x 12-ci elementdir, hansı hissəyə düşəcək. 12-ni böləndə təbəqələrə 2, 8, 2 oldu ikinci qrup. İkinci qrup harada var? Məsələn, burada var. Tutaq ki, deyər x, məsələn, 9-cu element olacaq 2 və 7. Oldu 7-ci qrup elementi, o da hara düşməlidir? 7-ci xanaya düşməlidir. Bizə 16-cı element deyirsə, o 6-cı qrupa düşəcəksə, cavab da olacaq 6-cı qrup B variantında. Nömrə 16. X, biraz böyüdə baxaq. X n müsbət verilib. X n müsbət. Bir də y n mənfi yonları verilib. Deməli, dərəcələri eynidir. Yəni, ədədi qiymətlərdən n-lər eynidir. X-in protonları verilib, A üstə gəlinsin 1. Protonları sol tərəfdə yazdım. Y A minus 1 verilib. Neutronları B ilə göstərilib, yadımızda qalsın. Elektronları da A ilə göstərilib. Baxın. Deməli, A üstə gəl bir proton var. Elektronlar A-dırsa, bunun da elektronları A-dırsa, A plus 1 protondan A elektrona gəlibsə, bir elektron azalıb. Onda belə çıxır ki, n müsbət, elə müsbət 1 deməkiymiş. Və burada bir dəfə elə müsbət yaza bilərəm. Dəqiqə. Bu hissəni silərəm. Tabi, bunu demək istəyirəm. Proton A üstə gəl 1, elektron A-dırsa, bu müsbət imiş onda. Yəni, birini verib qalıb A. Burada isə A minus 1 imiş, olub A. Yəni, birini alıb. Birini alıbsa da olacaq ancaq mənfi. N-ləri atdıq getdi. Biri müsbət, biri mənfi 3 hissəciymiş. Protonların sayı, neutronların da sayını yazıram buradan. Neutron bərabərdir B-yə. Bunun da neutronları bərabərdir B. Neutronları bərabəriymiş. Deyir ki, x və y elementləri x-y birləşməsi əmələ gətirir. Bu doğrudur. Çünki x müsbət 1-dir, y-də mənfi 1. Yəni, bunların oksidləşmə dərəcələri bir-birinə bərabərdirsə, elə yaratdıqları birləşmədə x-y olacaq da 1-1 ixtisara gedəcəklər. Əmələ gətirir. X və y elementlərinin protonların cəmi 36-dır. X-in protonları A plus 1-dir. A plus 1. Y-in protonları isə A minus 1-dir. Bunların cəmi 36-dırsa, buradan birlər gedəcək ixtisar 2A bərabər 36 iləsə, A deyiləcək 18. Əgər A-nı 18 tapmışamsa, gətirib burada yerinə yazsam, A üstə gəl 1 nə olacaq? A üstə gəl 1, 18 plus 1 olacaq 19. A minus 1 isə olacaq 18 çıxılsın 1, bu da eləyəcək onda 17. Bura kimi gəldik. Emir x, y-də 56 olduğuna görə, Emir x, y-in 56 olmasından nəyi tapa bilərik? Artıq bunları buradan silirəm. Emir nə idi? Emir protonla neutronların cəmi. Nə edək buradan? Emiri 56 imiş. Neutronların B tapmışıq, B vermişdə, bunu da B vermişdilərsə, onda X-in atomunun kütlə ədədi 19 üstə gəlinsin B-dir. Y-in də atom kütlə ədədi 17 üstə gəlinsin B-dir. Bunların cəmi 56 eləməlidir. 19 üstə gəlinsin B. Üstə gəl 17, üstə gəlinsin B, bərabər 56. Yox, 56 yox, üzr istəyirəm. 76-dır. 76-dır cəmi. 76, bu da 76. 19-dan 17, yaxşı, birinci verəcək. 2B bərabərdir. 19-dan 17-ni neçə eləyəcək? 36. 76-dan çıxanda qalacaq 40. Onda B də bərabər 20 imiş. Yəni, neutronları da 20 imiş. Neutronların 20 tapdıqsa nə soruşur bizdən?
Deməli, Y atomu 17-35 il izotopdur. Gəlin burada biraz səliqəli yaradaq. Deməli, elektronları burada A verilib, biz onu da buradan silək. Neutronları da B tapmışıq, bunu da buradan sildim. Bunları da sildim. Bunu da buradan sildim. Deməli, elektron nəyə bərabərdir burada? 19 birim verdi, qaldı 18. Neutron nəyə bərabər idi? B bərabər idi 20-yə tapmışdım. Burada elektronlar bərabərdir 18. Bunu da neutronların B tapmışdım. O da elədi 20. Proton 19, neutron 20-dir. Sonra da belə çıxır, bunun kütlədə də 39 imiş. Proton 17, neutron 20-dirsə, onda bu olacaq 37 kütlədədir. İndi həqiqətən də Y 17-35-dən izotopdur. Niyə? Çünki burada biz tapmışıq 17-37. İzotop nəyə deyilir? Protonları bərabər, kütlələri müxtəlif, yəni neutronları müxtəlif. Burada 35-dən çıxanda 17, neutron qalır 18. Biz amma tapmışıq 20 neutron. Həqiqətən bunlar izotopdular. Bu doğrudur. Biz səhv axtarırıq. A deyilmiş. X, Y molekulunda 36 proton var. Onları da araşdırmaq üçün onları səliqəyə salaq. Məncə aşağını buradan silək. Çünki bütün işlərimizi görmüşük. Deməli, deyir ki, X, Y birləşməsində, X ilə Y birləşdirsəm, 36 proton var. Proton 19-dan 17-nin cəmi neçə eləyir? 36. 36 elektron var. Elektron 18-dən 18-in cəmi. Demək 36 elektron, bu da doğrudur. 40 neutron var. 20-nin 20-in cəmi 40 eləyir. Bu da doğruymuş. Onda B də olmadı. X n mənfi iyonunda. X n mənfi iyonunda başlayın. Y n mənfi iyonunda. S-yə baxıram. Y n mənfi iyonunda. Y n mənfidə elektron 18-dir. Onda bu da doğru cavabdır. S də olmadı. X n iyonunda 20 neutron var. X-in neutronları 20 tapmışam. Bu da doğru cavabdırsa, yəqinca Y qalacaq cavab. X n müsbət iyonunda 18 proton var. X-in protonları 19 idi. Deməli, Y variantı səhv imiş. Cavab olur Y. Yaxşı misal idi. Hesablamalar çox idi. Cavabı Y tapdıq. 17-ci misala baxırıq. 3-cü qabda hidrogen ayrılmırsa, 3-cü qabdan hidrogen ayrılmırsa, onda belə çıxır ki, Z hidrogenden sonraki metaldır. Yəni, cavab mis və mis ola bilər. Yəni, S ilə Y ola bilər. Amma yerdə qalan birinci, ikinci qablarda hidrogen ayrılıbsa, bu gümüş ola bilməz Y. Çünki gümüş də hidrogenden sonradır, H-gen çıxara bilməz. Demək, Y cavabı olmayacaqsa, qalacaq onda S variantı. Sink də H-gen çıxara bilər, dəmir də H-gen çıxara bilər, mis də çıxara bilməzsə, cavab olur S. 18-ci misala baxırıq. Qabların birində spirt, hansından var bilmirik. Gəlin belə yazaq. Tutaq ki, spirt yazıram buradan. Spirt. Birində spirt, birində turşu, birində isə əridilmiş qələvi var. Amma kalium OH deyil. Məsələn, natrium OH-dır. Olsun. Qablara alüminium əlavə etdikdə birinci və ikinci qablardan qaz ayrılır. Alüminium amfoter metaldır. Həm turşudan, həm də qələvidən qaz ayıra bilər. Birinci, ikinci qablarda qaz ayrıldı. Deməli, birinci qabda, məsələn, birində turşu, birində qələvi, ya da ki, birində qələvi, birində turşu ola bilər. Qabları qapışdırmayaq bundan. Sonra, qablara natrium əlavə etdikdə birinci və üçüncü qablardan qaz ayrıldı. Bu natrium qaz ayırıbsa, üçüncü qabdan. Üçüncü qabda yəqin ki, spirt var imiş. Çünki spirt olan qabdan da natrium H2 çıxarda bilir. Bir də üçüncü qablarda da qaz ayrılıb. Birinci və üçüncü qablarda. Birinci qabda turşu olsa, oradan qaz ayırar. Çünki natrium metalı turşudan H2 çıxarda bilər. Belə çıxır ki, turşu, qələvi, spirt yarandı variantımız. Sonra nə deyil? Birinci və ikinci qablarda mayelər qarışdırıldıqda, birinci, ikinci qabda maye qarışdırıldıqda duz əmələ gəlir. Turşu ilə qələvini qarışdırsam, duz əmələ gələr. Bu doğrudur. Onda cavab oldu turşu, qələvi, spirt variantı. Turşu, qələvi, spirt harada var? Turşu, qələvi, spirt Y variantında var.
İstəsək bir də təkrar baxa bilərik. Qabların birində spirt var, birində turşu var, digərində isə əridilmiş qələvi var. O da kalium OH deyil. Məsələn, natrium OH-dır. Onda burada bir məsələ var. Ona da baxarıq indi. Qablara alüminium əlavə etdikdə birinci və ikinci qablardan qaz ayrıldı. Alüminium amfoter metal olduğuna görə həm turşu, həm də qələvidən qaz ayırır. Dedim, birinci qab turşu, ikinci qab qələvi olsun, ya da ki, birinci qab qələvi, ikinci qab turşu olsun. Çünki hər ikisi halda H2 ayıracaq. Qablara natrium əlavə etdikdə, əgər bu kalium OH deyilsə, natrium OH da ola bilər, litium OH da ola bilər, hər hansı bir ola bilər. Onda bu natrium yox, məncə kalium olmalı olsa daha doğru olardı. Çünki biz natrium OH məhluluna, kalium OH-ın ərintisən daha doğrusu əlavə eləyəndə oradan H2 ayrılırdı. Ona görə bu natrium yox, bunu kaliumla göstərsək, bu daha dəqiq olacaq. Çünki kalium OH deyil. Əgər kalium OH olsaydı, kalium OH-dan H2 çıxarardı. Belə reaksiya var. Kalium üstə gəlinsin, kalium OH. Əmələ gəlir kalium 2O və H2. Kalium 2O-nun təmiz alınma reaksiyalarından biridir. Yəni, bu natrium yox, kalium olmalıydı. İndi kaliumdursa, qablara kalium əlavə edəndə birinci və üçüncü qablardan qaz ayrılıbsa, onda birinci qabda turşu var imiş. Artıq məlum oldu. Çünki birinci qabda kalium OH olsaydı, onda kalium oradan H2 çıxardardı. Demək, kalium OH deyil deyə, biz də kalium əlavə eləsəm, kalium OH olmadı. Başqa, məsələn, natrium OH qələvisi olduğuna görə, kalium natrium OH qələvisinin H2 çıxara bilmir. Ona görə birinci və üçüncü qablarda H2 ayrılıbsa, belə çıxır ki, birinci qab turşu imiş. Onda üçüncü qabda spirt imiş. İşimiz bundan sonra düzəldir. Turşu, qələvi, spirt əmələ gəlir. Cavab da olur Y variantı. Amma bu qabdakı bu kalium olmalıdır. Yenə onu mən sxemi hazırlayanda yəqin mexaniki səhv etmişəm, amma yenə səhvimizi düzəltdik. Məsələdən nə aydın oldu? Aydın oldu ki, kalium OH olan qabdan H2 çıxarda bilər, amma natrium OH olan qabdan H2 çıxartmaz. Bizə də maddə deyir ki, kalium OH deyil, məsələn, natrium OH-dur, ola bilsin. Oradan da H2 çıxmayacaq deyə məcburən biz birinci qaba turşu olan qab deməliyik. Belə 18-ci misal. 19-a baxırıq. Deməli, 19-da deyilir ki, sabit valentli X metalı, Y metalı ilə yalnız XY əmələ gətirir. X-dən Y birləşib XY əmələ gətirirsə, bu işin mənası nədir? İndeks yoxdur, görürsünüz. Metalla qeyri-metal birləşib indeks olmayan maddə əmələ gətirirsə, ümumiyyətlə indeks olmayan maddələrdə elementlərin qrupların cəmi 8-ə bərabər olmalıydı. Çünki, məsələn, birinin sonu tutaq ki, 2 olsun, başqasının sonunda 6 olsun. Sonu 6 olan elektron alacaq, sonu 2 olan elektron verəcək. 6 olan ikisini ala bilər 8 eləmək üçün. Bu da məcbur ikisini də bura verəcək. Verilənlə alınan bir-birinə bərabər olduğuna görə valentliyi eyni olacaq və indeks olmayacaq. Yəni, indeks olmayan bu birləşmələrdə elementlərin qrupların cəmi 8 olmalıdır. Bunları axtarmalıyıq. Baxın, ikinci qrup 6-cı qrup 8 eləyir. Birinci qrup 7-ci qrup 8 eləyir. Üçüncü qrup 5-ci qrup bu da 8 eləyir. Metalla qeyri-metal birləşdilər, indeksləri olmadı. Demək, bunların qrupların cəmi 8 olmalıymış. Çünki belə halda verilən və alınan elektronların sayı bir-birinə bərabər olur. Cavab 1, 3, 5 olacaq. 1, 3, 5, yəni B variantı. Nömrə 20. Reaksiya girən maddələr SO2 və O2 verilib. SO2 və O2. Əmələ gətirir buradan SO3. Əmsallarını da yazsaq, deməli 2 mol, bu da oldu 2 mol. Kütlələri bərabər verilib. SO2 də verilib M qram, oksigen də verilib M qram. Qram sonda yazılır aşağıda 2 vurulsun 64 SO2-dir. Oksigen də olacaq elə 32-nin özü. Reaksiyadan əvvəlki qaz qarışığın həcmi 33,6 litrdir. V qarışıq 33,6 litrdir başlanğıcda. Bax, bunlar ikisi birlikdə. 33,6 litr qarışıq 1,5 mol deməkdir. Bundan istifadə edəcəyik. Necə istifadə edəcəyik? Mol dediyimiz nüyə bərabərdir? Kiçik M bölünsün böyük M. SO2 üçün molu axtarsaq, SO2-nin kütləsi verilib M,
Emiri də 64-dür. Bu oldu SO2-nin molu. Oksigeni üçün molu axtarsaq, bu da M-dir, kütləsi, emiri də 32-dir. Bax, bu molların cəmi nəyi verməlidir? 1,5-i verməlidir. Onda hesablayaq da bunu. M bölünsün 64 üstə gəlinsin M bölünsün 32 bərabər 1,5 mol. Ortaq məxrəc bunları 64 götürsək, onda yuxarıda olacaq M üstə gəlinsin 2M bərabərdir 1,5-ə. Onda olacaq 3M bərabərdir 1,5 vurulsun 64. 3-dən 1,5 aparsan burada 2 qalacaq. 2M bərabər 64 eləyəndə M eləyəcək 32. M-in 32 olduğunu tapdım. Gətirib M-in yerinə qoyuram. Bax, burada 32. 32 qram. Bu M-i də silib yerinə yazıram 32 qram. İndi baxın, 32 qram oksigen 1 mol deməkdir. 32 qram SO2 0,5 mol, cəmi də 1,5 mol elədi. Və artıq qalan şeyləri buradan silək. Sonra işimizi, bu da artıq bizə. Çünki artıq biz o mola çevirmişdik. Belə, nə soruşur? Alınan SO2-nin mol miqdarını tapın. Tapaq, artıq işlərimiz çox asanlaşdı. SO2 mol miqdarına bir X mol desəm, aşağıda yazsam 2 mol, yəni əmsalını, yenə bunları siləm, bunlar artıqdır bizə. Hesablama nə ilə aparaq? 32-ni bölək 2 vur 64-ə, 32-ni bölək 32-yə. 32-ni 32-yə bölsəm 1 mol eləyəcək, amma SO2-də 0,5, hətta 0,25 mol eləyəcək. Yəni, oksigen çox verilibdir, oksigenlə işimiz yoxdur. Bunu tamamilə buradan sildim. Tənasibi qururam, bax, bununla bunun arasında. 32, 64-dən gedir, aşağıda qalır 2. 2 yəni 2 gedəndən sonra X bərabər 1 bölü 2, yəni 0,5 mol əmələ gələcək. Bu da olacaq Y variantı. Nömrə 21. Deməli, birinci məhlulda H-xlor var, X, Y, Z əlavə ediblər bura. X və Z. İkinci məhlulda isə yalnız Z həll olmursa, Z həll olmursa, metalların aktivli sırasını müəyyən edin. Təkrar bir də baxaq. Deməli, birinci məhlulda X və Z həll olmur. X-dən Z H-xlorla reaksiya getmir, sonda belə çıxır ki, Y hidrogendən əvvəlki metal imiş. X-dən Z amma hidrogendən sonraki metal imiş. Ya belə imiş, ya da ki, Z burada, X burada imiş. Amma Y bilirəm ki, hidrogendən əvvəldəki metaldır deyə H-xlorla reaksiya gedib. Amma deyir ki, üçüncü məhlulda isə yalnız Z həll olunur. Deməli, Z civəni çıxarda bilmir. Z demək civədən də sonra imiş. Amma X-dan Y civəni çıxardırmış. Yəni, bunlar civədən əvvəl deymişlər. Y onsu da civədən əvvəldir, hidrogendən soldadır. Y-də civədən əvvəldədirsə, onda Y civədən güclüdür. Daha doğrusu Y, mən səhv saldım, təzdən geri qaydaq. X, Y o qədər var, çaşdım bunlarda. Təkcə bir dənə baxaq, darıxmayın. X, Y bizə əmələ başımızı şişirtdi. Deməli, X, Y, Z metallarını H-xlora əlavə eləyəndə X və Z həll olmur. Yəni, X-la Z hidrogendən sonra yerləşiblər. Onda Y hidrogendən əvvəldə yerləşib, bunu bildik. Sonra, ikinci qabda isə Z həll olmur. Deməli, Z civəni çıxarda bilmir. Yəni, civə yazıram bura bir dənə. Z civədən sonradır. Amma X da Y də civəni çıxarıbsa, Y onsu da əvvəldə idi. Demək, X da civədən əvvəldədir. İşimiz düzəldi indi. Deməli, Y ən qüvvətli imiş, sonra X, sonra da Z olacaq. Aktivliyin artma sırasını göstərir, onda geridə qaydaq. Z, X, Y. Z, X, Y, yəni D variantı. – 22-ci misala baxacaq. Nömrə 22. X və Y maddələri eyni mol miqdarda götürülərək reaksiya aparılıb. X-dən Y reaksiya apardıq. X plus Y. Tutaq ki, əmələ gəldi buradan X, Y. X və Y maddələri eyni mol miqdarda götürüb reaksiya aparıblar. Hansı
maddənin neçə faizi artıq qalar? Baxaq qrafikdə nə verib bizə? X 1 mol reaksiya girəndə Y 2 mol reaksiya girilmiş. Eyni mol deyilsə, məsələn, gəlin burada hər birini 2 mol götürək. Bax, biri maksimum 2 mol reaksiya giribsə, o biri də 2 mol olmalıdır. Amma şərtdə göstərir ki, X-in 1 mol reaksiya girib. X-in 1 mol reaksiya girirsə, başlanğıc da 2 imişsə, deməli 50% reaksiya daxil olub. Hansı nə qədər artıq qalarsa, deməli 50% X artıq qalacaq, cavab olacaq A variantı. Ta ki, istəyirsiniz o bir varianta baxaq. Yenə X plus Y. X nə qədər reaksiya? Daha da Y-ə baxadır. 4 mol Y reaksiya daxil olubsa, demək X də başlanğıcdan 4 mol olmalıdır. Şərtdə deyil, eyni moldular. İndi X-in də 2 mol reaksiya gedibsə, 4-ün ikisi gedəndə ikisi qalırsa, bu da yenə 50% eləyir. Demək 50% X artıq qalacaqmış. Nömrə 23. Demək, həll olmanın temperaturdan asılılığı qrafiki verilib. Həll olmanı göstərirlər 100 qramda Y. Yəni 100-də Y. Y deyilmi, daha doğrusu qram. 100-də M. Yəni 100 qram suda həll olan kütləni göstəriblər. 30 dərəcəyə baxıram. 200 qram suda 10 qram X əldə ediblər. Bax, yazıram. 200 qram suda 10 qram X duzu həll ediblər. Həll etməklə hazırlanan məhlulda daha neçə qram X həll etmək olar? Baxıram 30 dərəcədə 100 qram suda neçə qram maddə göstəriblər? 20 qram maddə göstəriblər. 100 qram suda. Bəs 200 qram suda nə qədər eləyəcək? Onu tapmaq lazımdır. Burada tənasıb qururam, bu qalsın yadımızda. 100 qram suda qrafikin 30 dərəcəsində 20 qram maddə həll olubsa, 200 qram suda X qram maddə həll olar. X də bərabər eləyər 40 qrama. Əvvəldən 10 qram əlavə etmişlərsə, belə çıxır ki, daha 40 eləməsi üçün 30 qram da əlavə etmək lazımdır. Cavab olacaq Y variantı. İstəyirsə bir də bunu təkrar deyim. Bax, təkrar bir də deyim. Ola bilsin, məhlullarla bağlı problemləriniz varsa, bax, təkrar təmiz halda göstərəcəm. Deməli, 30 dərəcədə göstərirlər ki, 100 qram suda neçə qram maddə həll olub? 20 qram. Yazıram, 100 qram suda 20 qram maddə həll olub. Bizdə nə qədər su verilib? 200 qram su. Görəsən, 200 qram da nə qədər həll olar? X. X da bərabər eləyir 40 qrama. Bunlar 10 qramın həll eləyiblər. Daha nə qədər həll eləsəm 40 eləyər? Yəni 30 qram. Yəni Y variantı. Nömrə 24. Maqnezium, kalsium, barium metallarının eyni mol miqdarları eyni qatılıqlı H-klorla reaksiya daxil olsa nə fərqli olar? Nə fərqli olar? Maqnezium, kalsium, barium bu metalların aktivliyi eyni deyilsə, reaksiyanın sürəti fərqli olacaq. Bu bir. Ayrılan hidrogen həcmi eyni olar. Niyə? Çünki maqnezium, kalsium, barium hər ikisi ekvivalentlidir. Molları da eyni verilib. Turşun qatılığının burada heç bir mənası yoxdur. Çünki H-klordan həmişə H2 alınır. Və metallar da valentinin yarısına bərabər miqdarda H2 çıxardırsa, 1 mol metal reaksiya girəndə. Elə bunların da valentliklər bərabər olduğuna görə eyni molda H2 çıxaracaqlar. Bu fərqlənməz. Reaksiya sərf olan H-klorun mol miqdarı bu da fərqlənmir. Çünki maqnezium, kalsium, barium ekvivalentlidir. Eyni mol miqdarda verilibsə, eyni mol miqdarda H-klorun reaksiya girəcəklər. Məsələn, hər bir metalın 1 molu valentinə bərabər miqdarda H-klordan reaksiya daxil olur. Bu da fərqlənməz. Çünki hamısı eyni valentlidir. Sadəcə metalların aktivliyi fərqli olduğuna görə reaksiyanın sürəti fərqlənəcək. Cavab olacaq yalnız 1. C variantı. 25. Katalizator nəyə təsir etməz? Katalizator reaksiyanın sürətinə təsir edir. Dönən reaksiyanın sürətinə. Katalizator tarazlığa təsir etmir, yox. Dönən reaksiyanın sürətinə. Dönən reaksiya nə deməkdir? Tutaq ki, A üstə gəlinsin B bərabər olur C üstə gəlinsin D. Biz katalizatoru əlavə edəsək, dönən düzünə gedən reaksiyada eyni cür təsir eləyəcək, əksinə gedən reaksiyada eyni cür təsir eləyəcək. Demək, dönən reaksiyanın sürətinə təsir olmayacaq. Hər ikisinə eyni dərəcə sürət, hər iki reaksiyaya eyni dərəcədə təsir eləyəcəksə,
onda sürətlər yenə eyni qalacaq. Onda bu təsir eləməz. İstilik effektdən təsir eləməz. İstilik effekti maddənin təbiətindən asılıdır. Cavab yalnız 1 eləyər. O da olacaq təsir etməz deyil daha doğrusu. 2, 3, yəni Y variantı. Növbəti dərsimizdə sağlıq olsun. Çox yaxın zamanda 2008-ci ilin model testlərini izah edib paylaşacağım.